Qaradağda da işlər var yoldaşlar. Qaradağda bir sıra işlər var ki, mən onlardan bəhs etmək istəyirəm. Bir təxminən 1, 2, 3, 4, 5, təxminən 8-ə, 9-a yaxın işlərdir. Müxtəlif işlərdir. Onların hər birindən indi Allah qoysa bəhs edirəm. Deməli, birinci işdən gəlin başlayaq. Qeyd edim ki, aralarında 2000 manatlıq işlər var. Misal üçün, Qaradağda işlərdən biri 750 manatlıq çeşidləyici işidir yoldaşlar. Azərmeddədir. 20-28 yaşlı xanımlar üçündür bu. Meyvəli bazarının yanındadır. Bu bir variantıdır. Sonra Binə filialında satış təmsilçisi işi var yoldaşlar. Özdə burada yarım ştat olaraq, yəni 8 saatdan az olaraq işləmə imkanınız var. Növbəli iş çəkimidir. Deməli, belə bir işdir. Bu da ciddi bir şey tələb eləmir yoldaşlar. Rahatlıqla bu işə müraciət edə bilərsiniz. Müştəri yönümlüsünüzsə, ünsiyyət bazarınız varsa, satış məsləhətçisi kasser işidir, Kontoxomdadır. Bu belə bir variantdır. Bundan əlavə Qaradağı inzibatlaşdırma üzrə işçiyə ehtiyac var. Abşeron logistika mərkəzindədir yoldaşlar bu işdə. Bir dəqiqə. Bəli, Abşeron logistika mərkəzindədir. Bu sizdən nə tələb edir? Ali təhsil tələb edir, rus dilini bilməyi tələb edir, ofis proqramlarını bilməyi tələb edir. Bu da belə bir variantdır yoldaşlar. Sonra Qaradağda avtoyükləyici sürücü işi də var yoldaşlar. Asply kompozitdədir. 950 manat pul verir. 22-50 yaşlı kişilər üçündür bu. Lövbatan Qov yolundadır. Lövbatandadır. Sonra 800 manatlıq başqa bir işdə var yoldaşlar Qaradağda. Əməliyyatlar üzrə operator işidir. Azizan qrupdadır. 700-800 manatlıq bir işdir. Abşeron ticarət mərkəzinə yaxın yerləşir. 20-35 yaşlı kişi olmalısınız. Ofis proqramlarını bilməlisiniz. 1 illik iş təcrübəniz olmalıdır. İngilis dilini mütləq şəkildə bilməlisiniz yoldaşlar. Bu işə müraciət etmək istəyirsinizsə gəl. Sonra 2000 manatlıq bir iş var. Restoran direktoru işidir. Narahat olmayın. Mühafizəçi işi də var. Sürücü işi, satış məsləhətçisi işi də var yoldaşlar. İndi irəliləyən dəqiqələrdə onlardan da bəhs edəcəm Allah qoysa. Deməli 2000 manat civarında olan restoran direktoru 145 qrupdadır. Burada fərq eləmirsiniz. Xanım da ola bilərsiniz, bəy də. Əsas məsələ nədir? Rəhbər vəzifəsində 5 ildən artıq təcrübəniz olsun. Rus dilini və Azərbaycan dilini əla, ingilis dilini orta bilin, ofis proqramlarını əla bilin, ali ixtisasınız olsun. Günorta 12-dən axşam 10-a qədərdir. Belə bir işdir. Sədəyə ticarət mərkəzindədir. Bu da bir variantdır yoldaşlar. Növbəti bir variant mühafizəçi işidir yoldaşlar. Qaradağdadır. Bu deməli Behtaş şirkətindədir. Amma bu sizdən boy ölçüsü tələb edir yoldaşlar. Boy ölçünüz olmalıdır sizin 20-45, daha doğrusu 20-45 yaşlı olmalısınız. 175 sm olmalıdır boyunuz ən azı. Fiziki cəhətdən sağlam olmalısınız. Azərbaycan Respublikası vətəndaşı olmalısınız yoldaşlar. Belə bir şəxsinizsə müraciət edə bilərsiniz bu işə. Sonra Qaradağda fəhlə işi də var. 714 manatlıq bir fəhlə işi də var yoldaşlar. Bu fəhlə işi Royal Foods'dadır. Deməli, bu nə tələb edir sizdən? Gəlin ondan da bəhs edeyim sizə. Bu 20-35 yaşlı şəxs olun, bəy olun, vəssalam. Digər vacib şərti yoxdur. Sonra satış məsləhətçi işi var yoldaşlar. Bu da ən sonuncusudur. Bu 405 manatlıq bir işdir. 21-28 yaşlı şəxslər üçündür. Word, Excel, sosial şəbəkələrdə işləmə bazarınız varsa, rahatlıqla müraciət edə biləcəyiniz bir işdir. 6 saatlıq bir işdir yoldaşlar. Saat 10-dan 4-ə qədərdir. Həftə içində 5 gündür. Abşeron ticarət mərkəzindədir. Onlayn satış işidir. Bu və bənzəri digər işlərlə tanış olmaq üçün, Qaradağda olan işlər indi mən ən sonlarını dedim də sizə. Təkcə bunlardan ibarət deyil, yəni narahat olmayın. Digər işlərdən də tanış olmaq istəyirsinizsə və yaxud da fərqli sahələrdə də işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmanızda dəstək istəyirsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Toğrul adlı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.